Çox içməyin, çünki çox arıqlayacaqsınız dostlar. Bu resept arıqlamaq üçün ən möhtəşəm, ən ucuz və effektiv ev üsulu bir reseptdir. Hansı ki TikTok və Instagramda indi burada paylaşacağım. Milyonlarla insan, 6 milyon hər sosial şəbəkədə 6 milyon insan baxmışdı, faydalanmışdı. İndi sizlər üçün də paylaşan bu videonu YouTube izləyicilərim üçün hər bir şey incəliklə izah edəcəm. Çünki Instagramda, TikTokda 1 dəqiqədir. Burada isə incəliyinə kimi hər bir şeyi sizə izah edəcəm. Ona görə mütləq videonu sona kimi izləməyi də unutmayın. Sona kimi izləyin. Bu arada da dostlar, əgər boynunuzda, bədəninizdə və yaxud barmağınızda ət xalı, ziyillər varsa, bir çoxlarının problemidir. Ev üsulu sadə, ucuz bir resept paylaşacağım sizlə. Cəmi 3 gün bunu yoxlayın. 3 gün ərzində heç bir ət xalı nə boynunuzda, nə də bədəninizdə qalmayacaq. Ona görə videonu like edin. Bu videoya 50 min, 100 min like gəlsə, növbəti videom elə onun haqqında olacaq. Videonu mütləq like edin. Kanalıma da abunə olun olmamışsa. Çünki burada yalnız faydalı reseptlərdir. Dostlar, baxın, resept çox rahatdır. Bir stəkanın içinə öncəliklə 1 çay qaşığı ev üsulu bir kofeni əlavə edirik. Türk kahvesi olsa lap yaxşı olar. 1 çay qaşığı kofeni əlavə edirik. Bu dediyim resept həm metabolizmanı sürətləndirəcək, həm güclü enerji verir və ən əsası iştahı azaldır. Bilirsiniz ki, bir çoxların problemidir bu iştah. Bunu içirsən iştah da azalır, enerji də olur. Çünki diyetdə olan insanlar ac qalırsınız deyə enerji olmur da, düzdürmü? Bu enerji də verir, iştahı da öldürür, metabolizmanı sürətləndirir. Tərkibində bax, kofe deyəndə digər maddələri də deyəcəm. Qanda şəkər səviyyəsini normallaşdırır. Möhtəşəm bir reseptdir. Hər birinizə tövsiyə olunur. Bundan da əlavə dostlar, 1 çay qaşığı biz buna darçın əlavə edirik. Görürsünüz, bunlar yəni hamının evində var və ucuz bir reseptdir. Baxın, darçın da 1 çay qaşığı əlavə elədik. Kofe, darçın. Növbəti buna əlavə etdiyimiz şey olacaq kakao. Dadı da superdir dostlar. Yəni sizə deyim, dadı da möhtəşəmdir. Və mən sizə indi göstərəcəm, sonunda tövsiyələrimi verəcəm ki, necə bunu istifadə edə bilərsiniz. Ona görə diqqətlə axıra kimi videonu qulaq asın. 1 çay qaşığı da kakaonu biz bura əlavə edirik. Görürsünüz. İsmail Hüseynli sizlər üçün bax belə faydalı tövsiyələrini təmənnasız paylaşıram da. Təmənnasız paylaşıram. Baxın, like edin. Like eləmək pulsuzdur. Like eləyin, həm mənə dəstək olun, həm sosial şəbəkələrdə bax belə faydalı səhifələrdə inkişaf eləsin. 5 ildir sizlər üçün çalışıram. Halal xoşunuz olsun. Gərək ki, bloger olanda, tanınmış olanda da hörmətinlə tanınmış olasan. Hörmətlə tanınmış olmaq lazımdır. Yoxsa tanınmağa nə var ki? Bu günləri istəyirsən bir dənə üzr istəyirəm, artıq əski danışdın, nə bilim o bunu nəsə söz atdı, bu ona söz atdı, bu soyundu, o lütləndi, tanındı. Amma elə yox, dövlət və millət və izləyicilər və faydalı olaraq tanınmaq lazımdır. Bu hərəsindən 1 qaşıq qatdıq dostlar. Qalır son olaraq, bax, isti su əlavə edirik. Gözəl, 1 stəkan. Aha, 1 stəkan hazır oldu. Baxın. Sən bunu yaxından çək. Və belə qarışdırırıq. Belə. Artıq hazırdır. Qoxusuna bax evdə. Bax, qoxusunu indi buradan bəlkə də hiss elədiniz, amma hiss eləmədinizsə evdə hazırlayın. Yəni hamının evində kofedir, darçındır, kakaodur. İndi bunu qarışdırırıq dostlar. Aha. Növbəti etap. Bu stəkanın üzərinə nəlbəkini belə qoyub, ağzını bağlayıb gözləyirik. 5 dəqiqə, 10 dəqiqə gözləyin ki, tam həll olunsun. Bu arada dostlar, belə videoların tez-tez olmasını istəyirsinizsə, bilirsiniz YouTube-u artıq uzun illərdir saxlamışdım. 2 ildir uzun videolar özünüz bilirsiniz ki, çəkmirdim. Artıq yenidən başlamışam uzun videolar çəkmək. Çünki fikirləşirəm ki, dediklərim reseptlərin tam ətraflı geniş məlumatını vermək istəyirəm. Həm də YouTube-da olan izləyicilərim var ki, Instagram, TikTok işlətmirsiniz. Ona görə davamlı olmasını istəyirsinizsə, davam yazın şərhlərdə. Öz ürək sözlərinizi yazın şərhlərdə. Bir xoş söz yazın ki, adamın deyir pozitiv olmalısan, xoş ürəkli olmalısan ki, qarşıma da daimə xoş şeylər çıxsın, həyatın da xoş olsun. Ona görə yazın, davam yazın. İstəyirsinizsə paylaşmayım, yazın ki, paylaşma. Daha da demə.
Yəni 5-10 dəqiqə bunu gözləyirik. Gözləyəndən sonra indi mən bunu içəcəm sonradan. Hazır olandan sonra dostlar gün ərzində 1 və yaxud 2 stəkan bundan içirik. Amma çalışın bunu günün birinci çağında için. Niyə görə? Çünki əgər gecə vaxtı bunu içsəz, yəni axşam vaxtı içsəz, bir dənə mənfi cəhəti var ki, yatmayacaqsınız. Yəni yuxunu qaçırdır. Ona görə də bu olmaması üçün çalışın bunu saat 7-yə qədər artıq için də, yəni ən axırıncı içdiyiniz 7 olsun. Məsələn, birini tutalım ki, səhər içdiniz, amma səhər məsələn çalışın səhər yeməyini yiyin. Çünki o vacibdir də. Yeməkdən 1-2 saat sonra bunu için. Çünki əgər sən bunu içsən, bu iştahı azaldır axı. Bunu içsən, onda gərək ac qalasan, yemək yeməyəsən. O da sağlamlığa zərərdir. Ona görə yaxşı olur ki, səhər ye, zavtrıqı yeyirsən, səhər yeməkdir. Ondan 1-2 saat sonra bunu artıq içirsən. İçdin, əla. Sonra da ikinci dəfə içsən, günorta vaxtı iç. Yəni, bunu ondan ötürü içirsən ki, yenə də deyirəm, iştahı öldürür. Bunu içdin, daha yemək istəmirsən. Amma indi sən təsəvvür etsən, səhər yeməmsən, bunu içimsən, ondan sonra nə olacaq? Ondan sonra səhər yeməyini də yeməyəcəksin, bu da mədəyə zərərdir. Ona görə mədə boş qalmamalıdır. Yəni, bu heç ac qarına kofe içməyi mən tövsiyə eləmirəm. Bu çox zərərdir. Ona görə yeməyi yedin, 1-2 saat sonra bunu içirsən, sonra saat 3 gün, 4 gün yenə. Yəni, gün ərzində 2 dəfə, lap olsun 3 stəkan. Bundan iç, amma ki, yenə də deyirəm, gecə vaxtı bunu içməyi tövsiyə eləmirəm. Sonra bütün günü bomboş mədən qalmağını da tövsiyə eləmirəm. Nə də olsa nəsə yeməlisən. İnanıram ki, faydalı oldu. Mütləq bu resepti yoxlayın. Yoxlasaz özünüz də görəcəksiniz ki, mütləq şəkildə bir bundan 3 kilo, 4 kilo arıqlayacaqsan. Amma yox əgər bu reseptlə 3-4 kilo yox, 10, 15 kilo, 20 kilo arıqlamaq istəyirsinizsə, nə bilim, məndən 80-dən çox kilo atan insanlar var, 30 kilo arıqlayanlar var. WhatsApp nömrəmi qeydləmişəm. Yəni çəkiniz çoxdursa, bir aya 10-15 kilo ac qalmadan, dərmansız, təbii yolla ev üsulu arıqlamaq istəyirsinizsə, mənim xüsusi proqramla WhatsApp nömrəmi qeydləmişəm. WhatsApp-a arıqlama proqramı yazırsınız, hər birinizə məlumat göndərilir və mütləq ki, başlayırsınız. Mən zəmanət verirəm də, mənlə işləyənlərə hər kəsə zəmanət verilir. Ona görə WhatsApp-a arıqlama proqramı yazın. Bu resept isə bax belə idi. Növbəti videomda inşallah bu videoya bir 50.000, 100.000 like gəlsə, növbəti videomda dediyim kimi ət xallarına qarşı möhtəşəm bir resept paylaşacağam sizlərlə. Ona görə mütləq videonu like eləyin, kanalıma da abunə olun. Sizlərlə İsmail Hüseynindir, sizin diyetoloğunuz, sizin yaşam koçunuz. Milyonlarla insanın izlədiyi, bu arada bilirsiniz də, mənim artıq videolarım həm Azərbaycan, həm Rus, həm İngilis dilində bütün dünyada paylaşılır. Ona görə artıq məni bütün dünyadan, Portuqaldan tutmuş Meksikalıya kimi, Afrikalıya kimi, Asiyalıya kimi, Rusiyalıya kimi, bütün Türkistan, hər yerdən maşallah izləyirlər. Allah sizləri qorusun, Allah mənim dövlətimi, millətimi qorusun, var olun. Sizlərlə olmaq xoş idi. Sonunda da bunu sizin sağlığınıza içəcəm. Öz qışın dərmanıdır. Bunu içdin, daha yiyə bilmirsən də. İştah bir dəfəlik ölür. Sağlam və gözəl qalın.